Samir Abbasovun mətbuat konferansında bax onun belə deyək də həmişə dili başına bəla olur. Bəli, səhvlərimiz çoxdur, amma bu Avrokuboklara getməyə layiq deyilik anlamına gəlmir. Ay Samir müəllim, layiqsinizmi? Bax indi gəlin belə götürək də. Hansı oyunla Avrokuboklara gedirsiniz? Baxın, əzəli rəqibiniz olan Qarabağdan bilmirəm, hansı çempionatda bu qədər iki əzəli rəqibin arasındakı xal fərqi, 41 xal fərq var. Neftçi ilə Qarabağ arasında orada biraz kontekstdən çıxardırsınız da. Yəni orada deyir ki, sual verilir ki, Qarabağa məğlub olmaq o demək deyil ki, biz deyir Kəpəz belə Qarabağla heç-heç oynayır, yəni Avrokuboka getmək. O da deyir ki, yəni Qarabağla heç-heç oynamaq bu göstərici deyil də, yəni gücün göstəricisi deyil. Sabahları mən Qarabağ oda bilərəm, amma Avrokuboka gedə bilmərəm. Onda həmin məntiqlə Kəpəz Qarabağla heç-heç eləyibsə bu günləri... Yoxsa bir oyunu Qarabağı. O başqa məsələ, 4 oyun 4-ündə məğlubiyyət. İlk turda məğlubiyyət üçün Avrokuboklara niyə bu qədər can atır bizim klublar? Yəni bugün elə Neftçinin özü hazır deyil. Ki, hazırsanmı? Bunu klub rəhbərliyi də düşünməlidir ki, Samir Abbasovla danışsın, artıq yeni mövsüm barədə. Çünki sponsor, rəhbərlik, bizdə hədəf nədir? 10 komanda var, 4'ü deyir ki, yəni 50%'dən sən gedirsən. 80% deyir ki, mən Avrokubokla, yəni Neftçinin adına, büdcəsinə görə Avrokuboklarda olmalıdır. Amma 9 turda 5 klub necə idarə olunur? Lazım olanda düzgün qərar verməklə. Baxın, Manchester United Avrokuboklarda növbəti mərhələyə yüksələ bildi. Həftə sonu keçirilən ölkə çempionatının oyunda baş məşqçi də çıxdı dedi. Rəhbərliklə də yəqin danışıb ki, növbəti oyunda biz ehtiyat qüvvədən istifadə edəcəyik. Çünki bu futbolçuları mən bu qədər yora bilmərəm. Çünki hədəf nədir? Avrokubokda, Avropa Liqasında və azarkeşlərdən də üzr istədi ki, icazə verin çempionatı biz düşünməyək. Çünki burada daha yaxşı nəticə. Yenə deyirəm, mən Samir Abbasovun vəkili deyiləm, bəzən deyirlər ki, çox danışsa, amma olan şey deyirəm, adam nə dedi? Neftçi azarkeşlərinin məndən komandadan inciməyə haqqı çatır. Amma bizim bu günləri uduzmağımız hardasa başlanır. Çünki bizim əsas fikrimiz kubokdur. Sözün həqiqi mənasında İndi kubokda da uduzsa heç nə, mövsüm boşa getdi. Amma bu günləri bir cüzi də şans varsa, minimum şans varsa, maksimumundan istifadə etmək lazımdır. İlk oyunda Sabah 2-1 qalib gəlib, səfər qolunun ləğv olunması bu hardasa Neftçinin işinə yarayır. Yəni 2-1 böyük üstünlük deyil, cüzi üstünlükdür. Sabahın da müdafiəsinin bərbad çıxışını nəzərə alsa, outsiderin həftə sonu 2 qol vurmağını nəzərə alsa, yəni bu cütdə heç nə həll olunmuyor. Tək həftə sonu outsider yox, Sabahdan çox, ancaq 3 komanda çox qol buraxıb. Yəni Sabah komandası 43 qol vurur və 42-sini buraxır. Bu 42 buraxdığın qolla sən nəyə iddialı ola bilərsən? Ona görə Rəşadla tam razıyam ki, o müdafiə xətti onun da çox elə ideal deyil ki, deyəsən ki... Amma üst sıralarda olan komandalarla Sabah tam fərqli futbol oynayır. Gəlin bunu da etiraf edin. Mən sizə deyim ki, bu günlər Araz Naxçıvan daha çətin rəqibdir, nəinki Sabah. Yəni 32 turdur, biz görürük 31 turda, yəni biz görürük Araz Naxçıvana qol vurmaq daha çətindir. Amma Sabahın müdafiəsi adlara baxmayaraq, yəni heyətə baxmayaraq çox Rəşad, Bəylə qapısı, yəni qollarda gətirmişsə, Çerkesev sırayı Gəlin, baxın, siz hər dəfə Samir Abbasovu anlamaq olar ki, öz futbolçuları ad-ba-ad, o fərdi səhvlərə görə mətbuat qarşısında günahlandırmaq istəmir. Mən sizdən soruşmaq istəyirəm, baxın, hansı futbolçular haqqında daha çox danışmaq istəyirsiniz? Çünki əsas problemlərdən də biri odur ki, məsələn, elə bu oyunu götürək. Azərbaycan derbisi, bu qədər azarkeş stadionda kifayət qədər yaxşı ap-hava var idi. Haradasa prinsipial bir rəqib, amma futbolçular, belə deyək də, rəqibə heç dəymədilər oyun ərzində. Mən sizə deyim, Mustafa Seyf, yəni onun o karyerasına baxsan, Romada oynamış adamdır, Totti ilə bir yerdə oynamış adamdır və cinahda deyirsə, cinah keçid idi. Mustafa Seyfin cinahı, sol cinah. Elə hər ikisi. Yəni, Mustafa ad baxımından danışan, Mustafa Seyf, Neftçidə ola bilər, 10 il qabaq, 7 il qabaq, 8 il qabaq yaxşı futbolcu idi. Amma bu günləri Neftçiyə xeyir vermir. Və yaxud da Qriqarçukun gətirdiyi Dembo Darbe. 90 dəqiqə meydanda oldu. Nə ilə yadda qaldı? Alex Fernandes. Alex Fernandes'e ümumiyyətlə onu göndərin futsal oynasın. Bəli.